kitab demişkən ki, alimlərin kitabı gəlib çatdı. O İbn Teymiyyanın bəzi kitabları bizə gəlib çatmıyor. O səhih söhbətdir. Yəni var belə şey. 100%. Yəni başqa kitablar olmaz ki. Çünki biz baxanda görürük ki, İbn Teymiyyanın yazdığı kitablarla əlimizdə olan kitabları günümüzdə olan o eyni deyil. Yəni düz gəlmir. 100%. Yəni say olaraq. Elədir. Say olaraq. Məsələn, İmam Zəhəbi rahimehullah deyir ki, İbn Teymiyyanın yazdığı əsərlərin sayı 4000-ə çatırdı. 4000. Sən indi İbn Teymiyyanın 4000 kitabını tapmaq olar? Yaxud başqa yerdə deyir ki, Zəhəbi İbn Teymiyyanın müxtəlif fənlərdə verdiyi fətvalarının sayı 300 cildə çatırdı. Abdurrahman ibn Qasim rahimehullah deyir ki, İbn Teymiyyanın 6000-dən çox kitablarının olması zikr olunub deyir. Abdurrahman ibn Qasim deyir rahimehullah. Təbii ki, o bəziləri həbsxanada ittifaq oldu. Bəziləri zamanla itdi. Bəziləri yarımçıq qaldı. O çox vaxt həbsxanada yazırdı axı. Yəni əlimizdə olan hara, yazdığı kitablar hara. Ona görə xüsusi tələbələri var ki, İbn Teymiyyanın yazdığı kitablar haqqında kitab yazıblar. Musannəfət İbn Teymiyyə, İbn Teymiyyanın yazdığı kitablar. Baxırsan ki, ora Emil, kitabdır da, oxuyursan. Kitabdır. İbn Teymiyyanın müəllif olduğu kitablar. Oxuyursan, deyirsən, qardaş, bu kitablar haradadır? Yoxdur indi.